Salam əvvəldən xeyir dəyərli tələbələr. Bu gün sizinlə birlikdə maraqlı bir sualla daha qarşınızdayım. Bugünkü sualımız həm statika mövzusu, həm də aerohidrostatik və aerohidrodinamika mövzusunun əsasını təşkil edən Arximed qanununun deməli birləşimi olan mix bir suala baxacağıq. Vaxt itirmədən sualımıza keçək. Sualımıza deyir ki, çəkisiz linkdən asılmış eyni kütləli kürələr tarazlıqdadır. Mayenin sıxlığı 1000 kiloqram bölünsün kubmetrdir. Kürənin sıxlığını hesablayın. İlk öncəliklə deməli burada statikanın əsaslarından bilirik ki, bu hissədəki deməli cismi deməli bu 3 bölgəyə vuraraq, həmçinin buradakı ikinci şərtdə olan bu kütləli ikinci M kütləli cismin deməli yerləşdiyi bölgəyə hasilinin deməli bərabərləşməsinə baxacağıq. İlk öncəliklə görürük ki, ilk cismimiz deməli maye daxilində üzür. Deməli maye daxilində üzürsə aşağı doğru bunu çəkən bir mg ağırlıq qüvvəsi və sudan çıxartmağa çalışan F Arximed qüvvəsi var. Həmçinin bu kütləli cismə də aşağı bir mg qüvvəsi tətbiq olunur. O zaman deməli burada Arximed şərtini yazarsaq, deməli mg minus F Arximed vurulsun 3. Niyə mg'dən çıxdı deyərsiniz də? Deməli əgər ki bu şərt içərisində deməli kürə nə suyun üzündədir, yəni nə bir hissəsi suyun üzündə, nə də ki tam mayenin deməli dibindədirsə, deməli o zaman şərtlər dəyişir. Amma baxırıq ki, bu cisim tam da deməli mayedə üzür. Mayedə üzürsə deməli mg böyük olacaq F Arximeddən. O zaman böyükdən kiçik çıxacaq təbii ki. Deməli mg çıxılsın F Arximed vurulsun deməli bu hissədəki cismin bölgüsünə 3 dənə, onu da bərabər eləcək ikinci cismin deməli bölgüsünə. Bunda 2 bölgüsü var. O zaman deməli burada 2 mg yazacağıq. O zaman bunu vurub açarsaq 3 mg minus 3 F Arximed bərabərdir 2 mg-yə. Bu tənliyi hesablayarsak deməli mənfi 3 F Arximed bərabərdir mənfi mg-yə. Və buradan da mənfilər getdi. 3-ü də bu tərəfə atsaq F Arximed bərabərdir mg bölünsün 3 olacaq. İndi F Arximed bizdə nəyə bərabərdir? F Arximed bərabərdir rho maye V cisim bölünsün vur J bərabərdir. İndi burada mg var. Deməli bu ikinci cismin deməli sıxlığını yazarsaq V cisim bərabərdir M cisim bölünsün V cisim, düzdürmü? Yaxşı, burada M cisim taparsaq deməli rho cisim vursun V cisim olacaq. Çünki buradakı mg həmin bu mg deməli buradakı cismin mg-sidir. O zaman deməli M cismin yerinə rho deməli belə yazım görərsiniz.